Səfər kişi, sənə demədim məni işlət. Axşam saatlardır. Heyvanlar istirahət edir. Ona görə biraz yavaş-yavaş işləmək lazımdır ki, oyatmayaq onları. Mən də elə bildim ki, bu daşdır. Daş deyil, bu duzdur. Heyvanların peyini, necə deyərlər, burada yığılır və gün ərzində 3 dəfə sıyrılır. Start düyməsini sıxırıq. Kürəyə ver, görün mənə kürəyə. Bu heyvanın yemini kürəyə o tərəfə də, hə? Yaxşıdır belə. Soruşa bilərsiniz ki, bu nədir? Bu boyda yemin içində. Mən də elə bildim ki, bu daşdır. Daş deyil, bu duzdur. Qaya duzudur. Heyvan bunu qəbul edir və bu heyvanın orqanizmində lazım olan vitaminləri təmin eləyir. Kənd adamı iş başında. Qubadakı fərdi təsərrüfat məni sözün əsl mənasında heyrətə gətirib. Təxminən 2000 kvadrat metrdən çox ərazidir bu tövlənin ərazisi və müasir tövlədir. Görürsünüz, heyvanlar istirahət edirlər, günorta yeməklərini yeyiblər, necə deyərlər. Xüsusi avadanlıqdır, sıyırıcıdır. Yəni, heyvanların peyini, necə deyərlər, burada yığılır və gün ərzində 3 dəfə sıyrılır. Sıyrılandan sonra isə bayırda separator var. Gübrə separatorlarına bu arada 40% dövlət dəstəyi var. Akia.gov saytına baxa bilərsiniz orada. Və sıyrıldıqdan sonra təxminən 8-10 metr dərinliyində orada xüsusi bir quyu var ki, orada yığılır. Sonradan sıxılmış gübrə sahələrə verilir, yəni əkin sahələrinə göndərilir. Gəlin göstərim mən sizə ki, ümumiyyətlə bu avadanlıq necə işləyir. Burada start düyməsi var. Start düyməsini sıxırıq. Avadanlıq işə düşür. Uzunluğu bir xeyli var. Ona görə təxminən bir 15 dəqiqə çəkər ki, oradakı bütün, necə deyərlər, gübrə buradan gəlib lazım olan yerə tökülsün.